ucalmışam, yadımdan çıxsa onu salarsız yadıma. Əli əleyhissalam Məhəmməd ibn Əbi Bəkri Misrə göndərmişdi. Özü də deyirdi, oğlumdur. Həm mənəvi cəhətdən oğlu idi, həm də oğulluğu idi. Məhəmməd də ata deyirdi Əli əleyhissalama. Həmin vaxt o Əbu Bəkri birinci xəlifə bilib və ehtiramını da tam saxlayanlar və onun xəlifəlik iddiasını eləyənlər, elə Bəni Üməyyə, onun oğlu Əbu Bəkri Misirdə öldürdülər, Məhəmmədi Misirdə öldürdülər. Hələ tarixdə dəqiq yazan yoxdur ki, öldü, ondan sonra elədilər. Elə biri deyir öldü, biri deyir ölməmişdi. O ki deyir ölməmişdi, onlara görə diri-diri bükdülər bunu, dərinin içərisinə yandırdılar. Ardıcan Əli əleyhissalam malikəcləri göndərdi. Maviyə baxın, dünyaya baxın ha siz. Əsas söz bu deyil, kasıb olduğu, dövlətli olduğu, onsuz yaşamışıq 50 il də bundan da sonra uzaq başın nə qədər deyim, acı 50 deyim. Yox, hər şey o, bədbəxtçilik də adam qarğama, nə 50? Baxın, iş budur. Sonra malikəcləri göndərdi Əli əleyhissalam Misrə. Malikəcləri Maviyə yolda zəhərlədi, balla. Balla bilirsiniz də zəhərlədi. Sonra həmin adamı öldürdülər. Tez öldürdülər ki, Maviyənin hiləsinin üstü açılmasın. Çapar gəldi, Maviyə xəbər verdi ki, 100% Malik öldü, gözümün qabağında bastırdılar. Ya məsələn öldü. Maviyə yığdı cəmaatı, dedi ki, Əli genə fitnəni başlayıb. Dedilər, nə fitnəsi? Dedi, genə Misrə adam göndərir öz tərəfindən. Güclən Məhəmmədin şərrindən qutarmışıq. Yəni Məhəmməd ibn Əbi Bəkrin. Güclən onun şərrindən qutarmışıq. Genə fəsad niyyəti ilə kimi göndərir? Malikəcləri göndərir Misrə. Ölüm xəbərin buna deyəndən sonra. Dedilər, neyəyə, qılınc götürək, qalxan götürək, dedilər, yox. Dedi, yox, oturun, dua eləyin, Allah Maliki öldürsün. Millət oturdu duya, biri orucu nəzr elədi, biri xumsi nəzr elədi, biri namaz nəzr elədi, biri zəkatı nəzr elədi, biri nə elədi. Oturdular gecə gündüz duya, 3 gündən sonra xəbər gəldi ki, Malik ölüb. Maviyə çıxdı cəmaatın qabağına. Ay bədbəxtlər, haçana qədər siz mənim haqq olmağımda şübhə eləyəcəksiniz və Əlinin fasıq olmağında şübhə eləyəcəksiniz. Gördünüz, mən haqqam, siz də məndən itaət elədiyinizə görə, haqdan itaət elədiyinizə görə necə Allah Teala görsün doğuzu qəbul elədi və Allah fəsadı bizim başımızın üstündən götürdü. Dünyanın gedişatını görürsünüz. Dünya belə işləyir ha. O ki deyir, mömin ayıq olmalıdır, acah olmalıdır, Rəbbənə atına fid dünya həsənə və fil ahirət həsənə. Üləma deyir, dünyada həsənədən məqsəd budur ki, yəni Allah məni acah elə. Və Maviyə bilirdi. Dalıcanda durdu, dedi ki, innə lillahi cünudən min əsəl. Bilin ay cəmaat, Allahın baldan da qoşunu var. Bir bədbəxt durub demədi ki, baldan qoşun nə mənadır? Çünki deseydi, gene məcbur idi, izah edirdi ki, malikəcləri balla öldürmüşəm. Bu yandan axı cəmaata 3 gün oruç tutturur, malikəclərin ölümünə dua eləsinlər öləndən sonra. Bu hiləsinin üstü açırdı. Cəmaat da avam, cəmaat. Avam deməzlər ona.